Salam dostlar, hər vaxtınız xeyirli olsun. Bugün 21 iyul 2026-cı il. Baxın, bu pətəyi xatırlayırsınız. 10 iyun ana arısını izolyatora almışdım. Yəni 2023-cü ilin ana arısıdır bu pətəkdə. Amma ana arını izolyatora salanda artıq burada sakit dəyişmə baş vermişdi. Yeni ana arı da yumurta qoyurdu. Mən ikinci ana arını da izolyatora almışdım. Hər iki ana arı, ana və qızı burada yerləşdirmişəm. 1 iyulda ikinci ana arını izolyatora salmışdım. Bugün 21 iyul. İndi biz burada nə qədər bal varsa götürəcəyik. Əsas odur ki, varroa tam üzə çıxacaq. Bundan sonra da 6-7 çərçivə arı olsa bəs eləyər ki, bu arı ailəsi yenidən startda başlasın və sağlam arı yetişdirsin. İndi hər iki ana arını sizə göstərəcəm. Bunun aşağısını təbii yolla varroanı müalicə etmək üçün bir dəfə kəsmişdik. Baxın. Yəni bu il 2026-cı ilin ana arısıdır. Bu öz yerində. Sürfəsiz bal. Bu da 2023-cü ilin gözəlçəsi. Burada. Baxın, baxın, baxın. Bu arı ailəsində baxın, bu yeni ana arıdır. İndi bunu azad edəndə göstərəcəyəm sizə dostlar. Bu isə onun anası ikinci ana arıdır. Ola bilsin, çünki bu ana arını mən izolyatora alanda orada yenə də sakit dəyişmə ana yuvacıqları var idi. İndi mən axtarıb onu sizə göstərmək üçün nə qədər gərək vaxt ola. Mən indi balı götürüb ola bilsin, bəlkə orada üçüncü ana arı da çıxıb. İndi onu görə bilsəm sizə göstərərəm. Yox, əgər görə bilməsəm bu ilki ana arını azad edəcəm. Yəni bizim 23-cü ilin gözəlçəsini buradan götürəcəyəm. Çünki arılar bunu sakit dəyişmə üsulu ilə bu ana arını düzəldiblər. Yəni onlara artıq bu yararsızdır ki, ana arını sakit dəyişib. Biz də bunu buradan götürəcəyik. Qoy bura biraz tüstü verin, bu ananı da göstərə bilim. Aha.
Baxın, ikinci ana arı. Biz bunu burada saxlayırıq. Allah bərəkət versin. Əssalam. Süzülmüş şanları birazdan qaytarıb qoyacağıq və ana arı başlayacaq yumurta qoymağa. Bir neçə gündən sonra artıq gənə tədbirlərini görmək olar.